Qaradağ rayonu Lökbatan qəsəbəsində Xocəsən yolu çirkab suları altında qalıb. İlkin məlumata görə buna səbəb kanalizasiya xəttində yaranan nasazlıq olub. Keçməyə yeri yoxdur. Yəni fırlanırıq hələ ki. Neçə gündür belədir. Yəni burada cəmaət gəlir, gedir, yəni maneçilikdir. Çox çətin. Tez-tez yaranır bu problem. Bəli, burada pasiyanlı olur. Su basır, beləncə oldu. Gündə havada belə turbalar partlayır. Neçə gündür bax suyun axını var orada. Yağış yağdıqda yuxarı yerlərdən Sultepe istiqamətində su gəlir, o da qalır orada yığılır. Xocəsən gölü, oradan qaynaqlanır. Yağış sulardı, daşır, o da buradan çıxadırdı. Laqeydçilikdən, mütəxəssislik yazdığından. Tez-tez yaşanır bu problem. Əlbəttə siz tez-tez gəlmirsiniz bura. Niyə çarə yoxdur? Çünki şəhərdən uzaqdır. Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, sözü gedən ünvanda tullantı su xəttində yaranan problem mövcud vəziyyətə səbəb olub. Hazırda məsələ ilə bağlı aidiyyəti üzrə işlər görülür. Yaxın günlərdə işlər tam başa çatdırılaraq problem həll ediləcək. Rəbiyə Əhmədova, Xaliq Babayev, APTV.